Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bugün 17 sentyabr, müsahibənin ikinci günü və müsahibədə verilmiş sualların bəzilərinin izahını verəcəm. İzaha başlamamışdan əvvəl onu qeyd edim ki, hansı müəllimlərin ki, müsahibə vaxtına var və yaxud vaxt hələ gəlməyib, müsahibəyə hazırlaşmayıblarsa, bizim tam sıfırdan yenidən müsahibə qrupumuz açılır ki, bunun üçün 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz və bu endirimli qrupdur. Bir dəfə ödəniş etməklə, həmçinin ixtisasdan asılı olmayaraq 5 icmal da o ödənişin içərisində olacaq ki, siz 5 icmal da sizdən təmin olunacaqsınız dərsə qoşulmaqla. İlk olaraq sual verilib ki, təlim nəticəsi, ümumi təlim nəticəsi nədir? Ümumiyyətlə, ümumi dərsin mövzuya uyğun olaraq təlim nəticəsini necə elan edirsiniz? Ümumi təlim nəticəsi mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətinin konkret bir səviyyəsidir. Yəni, ümumi təlim nəticəsi bir neçə hissəyə bölünür. Hər bir təhsil səviyyəsi üzrə təlim nəticəsi, yəni burada təhsilin bilirik ki, səviyyələri var. İbtidai, ümumi orta, tam orta təhsil səviyyəsi. Burada biz bilirik ki, İbtidainin sonunda və yaxud ümumi ortanın sonunda, tam ortanın sonunda şagird hansı bilik bacarığa yiyələnəcək? Misal üçün, kimya müəllimi bilir ki, tam orta təhsildə 10-cu, 11-ci sinifdə bu şagirddə hansı bilik bacarıq formalaşdırmalıdır. Bunu əvvəlcədən bilir ki, bax, bunları mənimsəməlidir. Ona görə deyir, mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş. Eyni ilə sonra təlim nəticəsi var ki, dərsin təlim nəticəsi var. Dərsin təlim nəticəsi dedikdə, yəni 1-45 dəqiqənin təlim nəticəsi. Müəllim bilir ki, 45 dəqiqənin sonunda bu uşaq informatikadan hansı bilik bacarığa yiyələnəcək? Kimyadan hansı bilik bacarığa, fizikadan, coğrafiyadan. Yəni bunu əvvəlcədən sən dərsə girəndə bilirsən ki, bu 45 dəqiqənin sonunda şagird bu bilik bacarığa yiyələnəcək. Bax, bu olur təlim nəticəsi. Yəni əvvəlcədən biz bilirik ki, şagirdlərə nəyi mənimsətməliyik? Təlim nəticəsi şagirdlərə dərsin başlanğıcında elan edilir. Təlim nəticəsi də qiymətləndirmə meyarıdır ki, şagird bilsin ki, bu hansı bilik bacarığa sahib olacaq, necə qiymətləndiriləcək. Yəni, bunlar hamısı dərsin əvvəlində müəyyən edilir, şagirdlərə elan edilir daha doğrusu. Sonra icmal soruşublar. Müəllimlər dediyimiz kimi icmallarımız hazırdır. Müəllimlərə göndəririk, nəzərdən keçirirlər, oxuyurlar. Əsas odur ki, icmalın gedişatını biləsiniz, yəni ardıcıllığını biləsiniz ki, hansı ardıcıllıqla həyata keçirilir. Üçüncü, mövzuya uyğun inteqrasiya deyiblər. Müəllimə elə bil icmalı danışıb, sonra deyiblər ki, burada inteqrasiya et. İnteqrasiyada müəllimlər bilirsiniz ki, 3 növ var. Fən daxili, fənlər arası və fən üstü inteqrasiya. Fən üstü inteqrasiyanı bütün mövzularla etmək olar. Yəni biz öyrəndiyimizi həyatla əlaqələndiririk. Yəni öyrənmə bilirsiniz ki, yalnız məktəbdə formalaşan bir hal deyil də, öyrənmə hər yerdə baş verir və biz dərs zamanı dərsdənkənar fəaliyyətlə də öyrəndiklərimizi əlaqələndirməliyik ki, şagirdlərdə bilsinlər, anlasınlar ki, bu öyrəndikləri həyatda bunlar üçün nə qədər vacibdir, harda lazım olacaq. Fəndaxili inteqrasiyada 2 cür olur, şaqili və üfüqi. Əgər sizdə icmalı soruşanda deyəndə ki, hər hansı bir mövzunun, misal üçün, danışdığınız mövzusunun inteqrasiyası haqqında geniş məlumat verin. Bu zaman müəllimlər özünüzü itirməyin. Bilirsiniz ki, fəndaxilinin şaqili və üfüqi inteqrasiya olur da, 2 yerə bölünür. Siniflər arası olan inteqrasiya şaquli inteqrasiyadır. Misal üçün, siz hər hansı bir mövzunu keçirsinizsə, bilirik ki, bu mövzu 6-da da keçilir, 7-də də, 8-də də, 9-da da. Yəni, getdikcə daha mürəkkəb şəkildə keçirilir də. Asanlıqla həmin mövzunu 7-ci siniflə əlaqələndirərsiniz ki, 7-ci sinifdə də filan mövzunu keçmişik, indi filan şeyə keçirik. Yəni, görürsünüz, burada əlaqəli şəkildə eləyəndə siz artıq şaquli inteqrasiya etmiş oldunuz. Və yaxud da biologiya müəllimi nəyinəsə coğrafiya ilə əlaqələndirə bilər, fizika müəllimi kimya ilə, riyaziyyatla əlaqələndirə bilər ki, bu olacaq fənlər arası inteqrasiya. Yəni, ona görə burada özünüzü itirməyin, həyəcanlanmayın ki, mən necə inteqrasiya edim. Yəni, şaquli, üfüqi, fən üstü və fənlər arası inteqrasiyanın birini rahatlıqla edə bilərsiniz. Sonra, növbəti sual bu cürüymüş ki, şagird sənin dərsini sevmirsə nə edərsən? Yəni, bu sualı biz dəfələrlə bizlə hazırlaşan müəllimlərə vermişik bu sualı, müzakirə etmişik canlı dərslərimizdə. Şagird müəllimi sevmirsə, müəllim nə edə bilər? Müəllim durub o uşaqla prinsip aparım, o uşaqla aqressiv davranım, qətiyyən belə bir şey ağlınıza gəlməsin.
Şagird məni sevmirsə, mən bu şagirdin marağı ilə maraqlanaram, potensialı ilə maraqlanaram. Onun maraq qabiliyyətinə, potensialına uyğun olaraq tapşırıqlar verərəm. Onun dərsə yaxşı şəkildə cəlb eləyərəm, marağına uyğun cəlb etməni elə quraram ki, dərsə cəlb olunsun. Daha sonra şagirdin xırda uğurlarını vurğulayaram. Yəni bu cür mən şagirdə özümü sevdirərəm və araşdıraram, taparam ki, bu şagird məni niyə sevməsin ki? Nə səbəb olub ki, mən bunun sevgisini qazana bilməmişəm və bu zaman, yəni bu özümdəki bu problem görərəmsə, onu da aradan qaldıraram və təbii ki, ən əsası şagirdin marağını, potensial imkanını öyrənərəm, nəzərə alaram, ona uyğun tapşırıqlar verərəm ki, şagirdlə münasibət düzəlsin. Sonra ikinci halda nə etmək olar? İkinci halda dərsdən sonra şagirdin əgər hər hansı bir dərsdən kənar fəaliyyəti varsa, bu şahmat ola bilər, rəqs ola bilər, rəsm ola bilər, musiqi ola bilər, hər hansı bir yarışa gedirsə, siz də həmin şagirdin yarışında gedib iştirak edə bilərsiniz və bu zaman şagird görəcək ki, siz ona necə dəyər verirsiniz, onu dəstəkləyirsiniz. Bu zaman sizə sevgisi yaranacaq. Düzdür, bu müəllimin dərsdən sonraki fəaliyyətində, dərsdən sonraki planlarında bir qədər narahatçılıq yaradacaq, amma ki, yenə şagirdin sevgisini qazanmaq üçün, şagirdi ələ almaq üçün müəllim qısa da olsa bir günlük bunu edə bilər. Bugünkü sualların izahı bu qədər müəllimlər. Sağ olun, hər birinizə uğurlar.